Salam, hər vaxtınız xeyir. Mən Nura Akademi Tədris Mərkəzinin Riyaziyyat müəllimi Sənan Vəliyev. Bu gün sizlərlə kursumuz tərəfindən keçirilən ümumi sınaq imtahanı 12-nin testlərinin izahını təqdim edəcəm, riyaziyyat suallarını. Bunu da qeyd etmək istəyirəm ki, kursumuzda tədris ilinin əvvəlindən bəri ödənişsiz şəkildə ibtidai sinif müəllimləri üçün MİQ və sertifikasiya imtahanları keçirilir onlayn şəkildə. Siz də bu imtahanlarda iştirak etmək istəyirsinizsə 051 595 1091 nömrəsini WhatsApp-na yaza bilərsiniz. Gəlin ümumi sınaq 12-nin izahına baxaq. Qeyd etmək istəyirəm ki, ilk 20 sual həm MİQ, həm də sertifikasiya imtahanına hazırlaşan müdavimlərə düşüb. Sonraki 5 sual isə sırf sertifikasiya imtahanına hazırlaşan müdavimlərdə öz əksini tapmışdı sual olaraq. MİQ imtahanına hazırlaşan müdavimlər videonu saxlayıb sonra 5 sualı işləyə bilərlər. Gəlin baxaq birinci sualdan. Deyir, kəsrin qiyməti vahidə bərabər olduğunu bilərək, perimetri x-a bərabər olan kvadratın sahəsini tapın. Bir kəsrin qiyməti vahidə bərabərdirsə, vahid 1 deməkdir riyaziyyatda. Yəni 73 bölünsün 2x üstə gəlinsin 1 bərabərdir 1-ə. Əgər kəsr 1-ə bərabərdirsə, deməli onun sürət və məxrəci bir-birinə bərabərdir. Yəni 73 bərabərdir 2x üstə gəl 1-ə. Onda 72 bərabərdir 2x-a, x bərabərdir 36-ya. Perimetri x-a bərabər olan kvadratdan söhbət gedirsə, deməli bir kvadratın perimetri 36-dır. Tərəfi a olarsa, onda perimetr 4a düsturu ilə tapılırdı. 36 a bərabər olur 9-a. Deməli tərəfi 9 olan bu kvadratın bizdən sahəsini istəyir. 9 vur 9 bərabər olur 81-ə. Çünki sahə düsturu n vur uzunluqdur. Daha sonra ikinci suala baxaq. Kol və sərçə mövzusuna aid olan test tapşırığıdır. 3 kolda deyir, əvvəlcə 1, 2, 3. Cəmi 62 dənə sərçə var, dairələyirəm. Birinci koldan 2 sərçə ikinciyə keçdi. Yəni 1-dən 2-si çıxıram, ikincinin üstünə gəlirəm. Və daha 4 sərçə uçub getdi. Yəni birincidən hələ 4-ü də çıxıb getdi. Yəni ikinciyə keçmə, daha uçub getdi. İkinci koldan 4 sərçə, üçüncü kolun isə yarısı uçub getdi. Bundan sonra birinci ilə ikincidə bərabər saydı, üçüncüdə isə bunlardan 2 dəfə az sərçə oldu. Onda üçüncüdə x-dırsa, birinci ilə ikincidə 2x qədər sərçə var. Onda birincidə 2x üstə gəl 6 sərçə olub ki əvvəl, ondan 2 və 4 çıxanda 2x qalıb. Eyni ilə ikincidə 2x üstə gəl 2 dənə sərçə olub ki, üstünə 2 gəlib 4 çıxanda 2x qalıb. Əvvəlcə üçüncüdə də 2x sərçə olub ki, yarısı uçub gedib, elə x-i qalıb. Bunların cəmi 62-yə bərabərdir. Yəni 6x üstə gəl 8 62-dir. Onda 6x bərabərdir 54-də, x bərabərdir 9-a. Bizə deyir əvvəlcə ikinci kolda neçə sərçə var? 2x üstə gəl 2 bərabərdir. 2 vur 9 üstə gəl 2. Yəni doğru cavab olur 20 C variantı ikinci test tapşırığında. Üçüncü sualda deyir 12 rəqəmli ədəddən A ədədini çıxdılar və 12 rəqəmli ədədin onluqlar mərtəbəsində duran rəqəm 7 vahid azaldı. Təkliklər mərtəbəsində duran rəqəm 4 vahid artdı. Məsələn, tutaq ki, mən burada 12 rəqəmli ədəd, 27 rəqəmli ədəd və ya neçə rəqəmli ədəd olmağının heç bir önəmi yoxdur. Tutaq ki, mən məsələn 10-dan bir ədəd çıxdım, ədəd 2 vahid azaldı. Hə, neçə çıxmışam? Elə 2-nin özü çıxmışam da. İndi bizə də deyir ki, A ədədini çıxdılar və ədədin onluq rəqəmi 7 vahid azaldı. Ədədin onluq rəqəmi 7 vahid azalırsa, ədəd 70 vahid azalır. Təklik rəqəmində duran ədəd 4 vahid artdı. Yəni üstə gəl 4. Deyir, hansı ədədi çıxmışam? Bu çıxmanı da belə həll edə bilərsiniz. Məsələn, kiməsə 70 manat borclusuz, həmin o borclu olduğunuz adama 4 manat qaytarmısınız. Hələ nə qədər borclusuz? 66 manat borclusuz. Deməli, çıxdığınız ədəd 66-ya bərabərdir. 3-də doğru cavab olur C variantı. Dördüncü sual. İşçi A saat işləyərək 2A üstə gəl 4 detalı hazırlayır. Deməli, A saat işləyir və 2A üstə gəl 4 detal hazırlayır. Onda 1 saata işçi x detal hazırlayarsa, x-i tapmaq üçün nə edirəm? 2A üstə gəl 4-ü bölürəm A-ya. Düzdür?
İndi o 1 saata bir detal az düzəldir. Elə bilin ki, əvvəl 1 saat 2a üstə gəl 4 bölünsün a qədər detal hazırlamırdı. İndi 2a üstə gəl 4 bölünsün a çıx 1 detal. Yəni bir dənə detal az hazırlayır. Onda 2a üstə gəl 4 bölünsün a çıxılsın a bölünsün a. Yəni 2a'dan a çıxanda a üstə gəl 4 bölünsün a detal hazırlayır. Deməli, o hal-hazırda 1 saata a üstə gəl 4 bölünsün a detal hazırlayır. İndi deyir ki, a üstə gəl 2 saata isə 2a üstə gəl 4 sayda detal hazırlayır. Biz bunu tapmaq istəyiriksə əgər, bilirik ki, onda bunu çarpaz vurmalıyıq düz mütənasibə görə. A üstə gəl 4 bölünsün a, vurulsun a üstə gəl 2, bərabərdir 2a üstə gəl 4-də. Buradan da 2-ni orta məxrəc çıxardaram. Qalar a üstə gəl 2. Bunlar da ixtisar gedər. Qalar a üstə gəl 4 bölünsün a bərabərdir 2-yə. A hər tərəf a-ya vursam a üstə gəl 4 bərabərdir 2a-ya. Onda a-nın özü də bərabərdir 4-ə. Bizə də deyir a-nı müəyyən edin. Doğru cavabım olur B variantı 4. 5-ci sual. Müəllim 50-dən 2 rəqəmli bir ədədi 27-yə vurmağını istəyir. Lakin o 27 ədədini 57 olaraq eşidir. Və bundan sonra vurma əməlinin nəticələri arasında 2580 vahid çox bir ədəd tapır. Tutaq ki, x ədədini 50-dən müəllim istəyir ki, 27-yə vursun. Amma 50 27-nin yerinə 57-yə vurur. Onda bu zaman deyir ki, 50 vurmanın nəticəsində 2580 vahid çox tapır. Yəni ki, 57x-dan 27x-i çıxanda əslində 27 x olmalıydı da cavab. Cavab edir 2580. Bu da edir 30x bərabərdir 2580-ə. Onda x-i tapmaq üçün 2580 bölünəm 30-a. Elir 86. Deməli, 50-nin müəllimi ondan 27-yə vurmağını istədiyi ədəd 86 imiş. Onda deyir ki, bu ədədin rəqəmləri asilini tap. 8-i vuram 6 edir 48. Doğru cavab olur 5-də A variantı. 6-cı sual. Düzgün beşbucaqlığın daxilinə yazılmış ifadənin qiyməti elə bu beşbucaqlığın perimetrinə bərabərdir. Tərəfi bu düzgün beşbucaqlığın tərəfindən 2 dəfə böyük olan kvadratın perimetrini tapın. Hər zaman çalışıram ki, müdavimlərimizə fərqli tip sual nümunələri ilə rastlaşdırım. Elə bu da onların bir fərqli tip sual nümunələrindən biridir. Burada düzgün beşbucaqlığın daxilində bir ifadə yazılıb. Yəni bunun da bir mənası var. Elə əslində bu sualı hazırlayarkən düşündüm ki, elə adi və onluq kəsirin nə qədər önəmli bir mövzu olduğunu sizə yadınıza salım ki, yəni ki, bəzən müdavimlər hesablama hissəsinə ötəri yanaşır. Amma baxın, görürsünüz, kəsirdən verilən, çünki bəzən müdavimlər düşünür ki, orada onsuz da kalkulyator olacaq və orada biz onun köməkliyi ilə hesablaya biləcəyik. Amma baxın, adi bir kəsirdir, onun toplanması və çıxılması elə bir ədədlərdə seçdirəm ki, onu kalkulyatorla rahatlıqla hesablaya bilmirsiniz. Ona görə diqqətli olmaq lazımdır. Deməli, bu düzgün beşbucaqlığın daxilində verilmiş ifadə həmin düzbucaqlığın perimetrinə bərabərdir. Yəni, perimetr bərabərdir 2 tam 3-də 1, üstə gəlinsin 7-də 2, bölünsün 3-də 11. Bunu hesablamamışdan əvvəl biraz düzgün beşbucaqlı haqqında danışaq. Bilirsiniz ki, düzgün üçbucaqlı, düzgün dördbucaqlı, düzgün beşbucaqlı belə-belə gedir. Yəni, düzgün n bucaqlıya qədər gedir. Düzgün üçbucaqlını biz bilirik, hamı bilir. Ümumiyyətlə, düzgün fiqur onun daxili bucaqları, xarici bucaqlarının və tərəflərinin bir-birinə bərabər olmağı deməkdir. Bu necə? Məsələn, düzgün üçbucaq bərabər tərəfli üçbucaqdır. Çünki bərabər tərəfli üçbucağın bütün tərəfləri bir-birinə bərabərdir. Bütün bucaqları da bir-birinə bərabərdir. Eyni ilə düzgün dördbucaqlı kvadratdır. Çünki bütün daxili bucaqlar 90 dərəcədir. Bütün tərəfləri də bir-birinə bərabərdir. Düzgün beşbucaqlı da o deməkdir ki, bütün tərəfləri, yəni bütün tərəflər bir-birinə bərabər, eyni ilə bütün bucaqlar da bir-birinə bərabərdir. Bu öz yerində. Yəni, məsələn, bunun tərəfi A olarsa, onda bunun perimetri normalda 5A düsturuna əsasən tapılır. Əvvəlcə gəlin bunun perimetrini hesablayaq. 2 tam 3-də 1-i düzgün olmayan kəsirə çevirmək üçün 2-ni 3-ə vurub üzərinə 1 gəldim, eləyir 3-də 7. Üstə gəl 7-də 2, böl 3-də 11. Deməli, bunu 7-yə vursam, bunu 3-ə vursam, bərabərdir. Eləyir 21-də 49, üstə gəl 6. Vurulsun, tərsinə çevrilir 11-də 3.
Bu eləyir 55. 55 ilə də bu ixtisar gedir. Qalır yuxarıda 5. Bu ilə də bu ixtisar gedir. Qalır aşağıda 7. Deməli, cavab olur 7-də 5. Və mən əslində bilirəm ki, bunun perimetri 5A düsturuna əsasən hesablanır. Bu 5A da bərabərdir 7-də 5-ə. Onda bu 5-ləri ixtisar eləsəm A bərabərdir 7-də 1-ə. Onda deməli tərəfi oldu bu 5-bucaqlının 7-də 1. Bizə deyir tərəfi bu düzgün 5-bucaqlının tərəfindən 2 dəfə böyük olan bir kvadrat. Tərəfi bu düzgün 5-bucaqlının tərəfi 7-də 1-dir. Ondan 2 dəfə böyük olan 7-də 2-dir. Çünki 7-də 1-i 2-yə vuranda 7-də 2 eləyir. Bu kvadratın perimetrini tapmaq üçün 4-ü vururam 7-də 2-yə. Bu da eləyir 7-də 8, yəni 1/7-də 1. Doğru cavabım olur A variantı 6-cı test tapşırığında. 7-ci suala baxaq. 3 ardıcıl cüt ədədin cəminin 3-də 2 hissəsi. 3 ardıcıl cüt ədəd biri 2n-dir, biri 2n üstəgəl 2-dir, biri də 2n üstəgəl 4-dür. Cəmi eləyir 6n üstəgəl 6. Bu cəmin 3-də 2 hissəsi, 3-də 2 hissəsi bərabərdir 108-ə. Onda mən 6n üstəgəl 6-nı tapmaq üçün 108-i bölə bilərəm 3-də 2-yə. Bu da eləyir 108 vur 2-də 3. Bu eləyir 54. 3-ə də vuranda eləyir 162. 6-yı getirsəm bu tərəfə. 6n bərabərdir 156-ya. Onda n nəyə bərabərdir? N də bərabərdir 20, deməli 12, 26-ya. Deməli n 26-dırsa, ən kiçik ədəd 52-dir. Sonra 54, ən böyük ədəd də 56-dır. Gəlin görək şərtdə bizə nə deyir? Deyir ən kiçik ədədin yarısı. 52-nin yarısı 26. Ən böyük ədədin 7-də 1-i, yəni 6-nın da 56-nın da 7-də 1 eləyir 8. Ən böyük ədədin yarısı ilə ən kiçik ədədin yarısı ilə ən böyük ədədin 7-də 1 hissəsinin hasili. Yəni 26-yı da 8-ə vuranda eləyir 8 yazıram. 4 yadda 208. Doğru cavab olur 7-də A variantı. 8-ci suala baxaq. Bərabərsizliyin ən böyük natural həlli ilə ən kiçik natural həllinin hasilini tapmamızı istəyir bizdən. Deməli, bu tip 2 qat bərabərsizliyi həll etmək üçün əvvəlcə çıx 7-dən qurtulmaq üçün hər tərəfin üzərinə 7 gəlirəm. Yəni 17-nin də üzərinə 7 gəlirəm. 5x çıx 7-nin də üzərinə 7 gəlirəm. 33-ün də üzərinə 7 gəlirəm. Bu 7-lər getdi. Onda 5x yerləşir 24 ilə 40-ın aralığında. Deməli, onda hər tərəfi 2-yə bölsəm, 4 onda 8 ilə x yerləşir 8-in aralığında. İndi, biz də bilirik ki, bizdə natural ədədlər sayma zamanı istifadə etdiyimiz ədədlərdir. Yəni, burada x 4 onda 8 qiymətini alsa da, o onun natural ədədi, yəni həlli deyil. Onda x-in ən kiçik natural ədədi 5-dir. X-in ən böyük natural ədədi 7-dir. Hasili isə eləyir 35. Doğru cavab olur 8-də Y variantı. 9. Paltar mağazasında köynəklərin satışı 3+1 aksiyası ilə keçirilir. Sanki belə düşünün də, 3-ünün pulunu verirsiniz, biri hədiyyədir. Bir köynəyin qiyməti 7 manat 50 qəpikdirsə, kassaya 70 manat ödəniş edən alıcı ən çox nə qədər? Bir köynəyin qiyməti 7 manat 50 qəpikdirsə, gəlin görə 3 dənə köynəyin qiymətini verməlidir. Onda 22 manat 50 qəpik ödəniş ödəyir. 22 manat 50 qəpiyə artıq bu, belə deyim, müştəri 4 dənə köynəyi almış olacaq. 3-ünün pulunu ödəyir, biri də hədiyyədir. Eyni ilə yenə də 22 manat 50 qəpik, yenə də 4 dənə köynəyi alır. 70 manatın içərisində 22 manat 50 qəpik 3 dəfə düşür. 4 köynək, çünki bu eləyir 67 manat 50 qəpik. Daha 2 manat 50 qəpik köynək yoxdur. Bir köynəyin qiyməti 7 manat 50 qəpikdir. Və 4, 4, 4, deməli, ümumilikdə 12 dənə köynək ala bilər. 9-un pulunu öz cibindən verir. 3-ü isə hədiyyə düşür. Daha sonra deməli oldu 9-cu test tapşırığında A variantı. 10-cu test tapşırığı. 3 vahid artan sıra ilə düzülmüş ədədlərdən 45-ci olan ədəd 4-cü olan ədəddən 4 dəfə böyükdür. Baxın, mən n-ci ədədi tapmaq istəyirəmsə sırada ilk ədədin üzərinə gələcəm n çıxılsın 1 vurulsun neçə artır. Neçə artır. Yəni artma aralığında da artan sıra. Hansısa artan sıra ilə düzülür. N-ci ədəd, məsələn 45-ci ədədi tapmaq istəyirəmsə, 45-ci ədəd. Nəyə bərabərdir 45-ci ədəd? Tutaq ki, bu sıranın ilk ədədi x-dır. X üstəgəl 45 çıx 1, yəni 44 vur neçə artır? 3. Onda olur x üstəgəlinsin 132.
Yaxşı, 4-cü ədəd neçədir bu sıranın 4-cü ədədi neçədir? X üstəgəlsin 4-dən biri 3 vur 3 eləyir x üstəgəl 9. Deyir ki 45-ci ədəd 4-cü ədəddən 4 dəfə böyükdür. Yəni x üstəgəl 132 bərabərdir 4 vurulsun x üstəgəl 9-a. Vurub açıram. X üstəgəl 132 bərabərdir 4x üstəgəl 36-ya. Onda burada 96 bərabərdir 3x-a, x bərabərdir 32-yə. Deyir, bu sıranın 125-ci ədədi. 125-ci ədəd. Gəlin tapaq. Biz ilk ədədi tapdıq ki, 32-dir. 32-nin üzərinə 125 çıx 1. Yəni ki, 124-dür. Gəlirik. 124 gəlmir. Yəni 124 vurulsun 3-ü gəlirik. Çünki neçəni çarpır? 3-ü çarpır. 124-ü 3-ə vuranda eləyir, deməli, 3-ə vuranda eləyir 372. Üstünə də 32-ni gələndə 372-nin eləyir 404. Deməli, 404. Doğru cavab olur. Onda B variantı 10-cu sualda. Daha sonra baxaq 11-ci test tapşırığına. Deyir, mərkəzləri A, B, C nöqtələri olan 3 bərabər çevrənin radiusu bir-birinə toxunur. Yəni, bərabərdirsə, deməli, radiusları da bərabərdir. Bilirəm, mərkəzdən toxunana qədər olan məsafə, yəni toxunduğu hissə radiusdur. Burada radiusdur, burada radiusdur, burada radiusdur, burada R-dir, burada R-dir. Neçə R oldu? 2, 4, 6. Deməli, 6 R, ümumiyyətlə, bu perimetr nə deməkdir? Tərəfləri. 6 R 72-dirsə, deməli, bir radius 12-dir. Yəni, 72-nin yarı. 6-ya bölürəm, 12 edir. Bizdə amma bir çevrənin diametrini soruşur. Diametr də çevrənin 2 mislidir. Yəni, 2 vurulsun, 12 eləyir 24. Doğru cavab olur 11-ci test tapşırığında B variantı. Daha sonra 12-ci test tapşırığına baxaq. Deməli, nə deyir 12-də? Deyir ki, 8 il əvvəl Mikailin yaşı Ayxanın yaşından 2 dəfə çox idi. Mikailin indiki, deməli, Mikaildan və Ayxandan danışır və 8 il əvvəldən söhbət gedir, indidən söhbət gedir. İndi. Deyir, 8 il əvvəl Mikailin yaşı Ayxanın yaşından 2 dəfə çox idi. Ayxanın x yaşı var idisə, Mikailin 2x yaşı var idi. İndi Mikailin 2x üstəgəl 8 yaşı varsa, Ayxanın x üstəgəl 8 yaşı var. Deməli, Ayxanın 2 il sonraki yaşından 5 vahid çox oldu. Deyir ki, Mikailin indiki yaşı Ayxanın 2 il sonraki yaşından 5 vahid çoxdur. Ayxanın 2 il sonraki yaşı üzərinə 2 gələndə x üstəgəl 10 eləyir. Deməli, Mikailin indiki yaşı 2x üstəgəl 8 bərabərdir x üstəgəl 10-dan 5 vahid də çoxdur. Onda 2x üstəgəl 8 bərabərdir x üstəgəl 15-ə, x bərabərdir 7-yə. Bizə deyir ki, Mikailin indiki yaşının 2 mislini tapın. Mikailin indi 2 vur 7 üstəgəl 8, 22 yaşı var. Onun da 2 misli eləyir 44. Deməli, doğru cavab 12-də D variantıdır. Daha sonra 13-cü test tapşırığına baxaq. Deməli, 4 otaqlı mənzilin ümumi sahəsi 140 metrin kvadratıdır. Bunun qeyri-yaşayış sahəsi mənzilin 5də 1-ni təşkil edir. Qeyri-yaşayış sahəsi 140-ın 5də 1 hissəsidir. Yəni, 140-ı 1-ə vurub 5-ə böləcəyik. Yəni, 28 metrin kvadratı qeyri-yaşayış sahəsidir. Birinci otaq qeyri-yaşayış sahəsinin 4də 3-üdür. Yəni, 28-in 4də 3-ü 21 metrin kvadratıdır. İkinci otaq isə 5də 3 hissəsi təşkil edir. İndi ikinci otaq isə 5də 3 hissəsi təşkil edir. Bu nə deməkdir? Deməli, 5də 3 hissəsi təşkil edir. Bir dəqiqə. Deməli, deyir, birinci otaq qeyri-yaşayış sahəsinin 4də 3 hissəsini, ikinci otağın isə 5də 3 hissəsi təşkil edir. Deməli, 5də qeyri-yaşayış sahəsinin 4də 3 hissəsini, ikinci otağın isə 5də 3 hissəsi təşkil edir. Baxın, burada nə demək istəyir? İkinci otağın 5də 3 hissəsi təşkil edir. Yəni, demək istəyir ki, birinci otaq ikinci otağın 5də 3 hissəsi təşkil edir. Yəni, birinci otaq 21 deyil, neyinsə 5də 3 hissəsi 21-dir. Neyin 5də 3 hissəsi 21-dir? Bunu tapmaq üçün 21-i vurursunuz 3də 5-ə. Eləyir 35 metrin kvadratı. Aha. Daha sonra
üçüncü otaq haqqında nə deyir? Deyir, üçüncü otaq sahəsi dördüncü otaq sahəsini hə. Deməli, üçüncü otağın sahəsi dördüncüdən 2 metrin kvadratı kiçikdir. Yəni, üçüncü x-i 2, dördüncü x üstə gəl 2-dir. Və bunlar ümumilikdə 140-a bərabərdir. 28, 21, 49, deməli, burada da 2 var. 51, üstünə də 35 gələndə 86. 2x üstə gəl 86 bərabərdir 140-a. Onda 2x bərabərdir. Deməli, bunu çıxanda 4, 54-də x 27-dir. Bizə deyir ki, deməli, x 27 metrin kvadratıdır. Bu da 29 metrin kvadratıdır. Bizə də deyir ki, dördüncü otaq, yəni 29 metrin kvadratı ilə ikinci otaq, yəni 35 metrin kvadratının cəmini tap. Deməli, 29 ilə 35-in cəmi eləyir 64 metrin kvadratı. Doğru cavab olur 13-cü sualda Y variantı. Daha sonra 14-cü test tapşırığına baxaq. Bir çay boyunca iki körpü arasındakı məsafə 120 kilometr bölü saatdır. Çay boyunca nə deməkdir? Yəni axın ilə deməkdir. Yəni katerin sürəti ilə çayın sürəti saatda 120 kilometr bölü saatdır. Deyir, kater bu məsafəni 4 saata gedir. 5 saata qayıdır. Burada 5 saata qayıdır. Deməli, iki körpü arasındakı məsafə 120 kilometr bölü saatdır. Deməli, saatda 120 kilometr bölü gedirsə, deməli, kater bu məsafə 4 saata gedir, 5 saata qayıdır. Katerin durğun sudakı sürətini tapmamızı istəyir bizdən. Deməli, deyir ki, kater deməli, iki körpü arasındakı məsafə 120 kilometr bölü saatdır. Burada 120 kilometr bölü saatdır məsafə deyirsə, məsafə 120 kilometr bölü saatdır olmaz, 120 kilometrdir. Kater bu məsafə 4 saata gedir, 5 saata qayıdır. Deməli, 4 saata gedib 5 saata qayıdırsa, deməli, bu S-dir. Bir dəqiqə, onda bunu gəlin belə deyək. S 120-dir. Deməli, S 120 kilometrdir. Deməli, axın ilə gedir 4 saata. Onda deməli, kater ilə çayın sürəti toplanılır, bölünür. S bölünsün T-yə. Yəni, 120 bölünsün 4-ə eləyir 30. Deməli, qaydanda isə katerin sürətindən çayın sürəti çıxılır. 120-ni bölürük 5-ə. 5 saat gedir, 24. Tərəf-tərəfə toplayıram, sayılar getdi. 2V kater bərabər olur 54-ə. Onda katerin sürəti bərabər olur 27-yə. Katerin sürəti 27-dirsə, elə bizdən də katerin durğun sudakı sürətini istəyir. Doğru cavab olur A variantı 14-cü test tapşırığında. 15-ci suala baxaq. 15-ci sual. Deməli, 2 ədədin cəmi 200-dür. Məsələn, tutaq ki, x ilə y-in cəmi 200-dür. Bu ədədlərdən böyüyünü kiçiyinə böləndə, tutaq ki, x daha böyük ədəddir. Y-ə böləm 12, qalıqda da 5 eləyir. Onda x-i tapmaq üçün 12-ni vururam y-ə, üzərinə 5-i gəlirəm. Getirib x-in yerinə bunu yazsam, 12y üstə gəl 5, üstə gəl y bərabərdir 200-ə. Onda 13y bərabərdir 195-ə, y də bərabərdir 15-ə. Deməli, bu kiçik ədəd 15 olacaq. Y-i tapdıq. Böyük ədəd istəyirsə 12-yə vurub üzərinə 5 gələcək. Deməli, 15-də doğru cavab olur C variantı. 16-cı sual. Eni 10 metr, uzunluğu 53 metr olan düzbucaqlı şəkildə bağın kənarlarına 6 metr məsəl. Baxın, eni 10-dur, uzunluğu 53-dür. Baxın, məsələn, mən bu nöqtədən başlasam, uzunluğu boyunca o deməkdir ki, 10 perimetri boyunca. Yəni, 2 vurulsun A üstə gəl B. Yəni, 2 vurulsun, 10 üstə gəl 53. Bu da eləyir 63-ü 2-yə vuranda 126. İndi hər birində bərabər məsafədə 6 metr olmaqla neçə ağac əkilər? 6 metr olmaqla neçə ağac əkilər deyilirsə əgər, bu zaman deməli 126-nı bölürük 6-ya eləyir 21 ağac deməli əkilər. 21 ağac ümumilikdə əkilər. Deməli, daha sonra baxırıq növbəti test tapşırığına. Deməli, 17. A qrupunda olanların orta yaşı 12, B qrupunda olanların orta yaşı 18-dir. Deməli, A qrupunda olan şagirdlərin sayı B qrupu. Tutaq ki, A qrupunda olan şagirdlərin sayı, A'dakı şagird sayı
sayı olsun B-dəki bir də şagird sayı. Deyir A-dakı şagird sayı B-dəkindən 5 dəfə çoxdur. B-də x-sə A-da 5x olsun. Məsələn, A-nın uşaqlarının yaşları cəmi olsun elə A. A-nı 5x-a böləndə ədəd ortaya çıxır. Ortaya nə olur? 12. Onda A bərabərdir 60x-a. B-dəki ədədi ortaya tapmaq üçün də B-ni şagird sayına bölürəm, eləyir 18. Onda B bərabərdir 18x-a. Bizə deyir ki, ümumilikdə, yəni A üstəgəl B, yəni yaşları cəmi bölünsün 5x üstəgəl x. Bu da eləyir 60x üstəgəl 18x bölünsün 6x-a. 78x bölünsün 6x-a. X-lar ixtisar getdi. Cavab elədi 13. Deməli, bu iki qrupun ümumi orta yaşı 13-ə bərabərdir. Deməli, 17-də doğru cavab olacaq A variantı. Daha sonra deməli 2 kisədə 90 kiloqram düyü var. Birinci kisədən ikinciyə 10 kiloqram töküldü. Baxın, 2 kisədə 90 kiloqram düyü var. Birincidən 10 çıxdı, ikinciyə töküldü. Bundan sonra belə deyək, birinci kisədə olan düyü ikinci kisədə olan düyünün 4də 5-inə bərabər. Yəni biri 5K-dır birinci, ikinci 4K-dır. Deməli, əvvəl 5K üstəgəl 10 bunda idi, 4K çıx 10 da bunda idi. Bunların cəmi də 90 idi. Yəni 9K, çünki onlar gedir, bərabər 90-a, K da bərabərdir 10-a. Deməli, əvvəlcə hər kisədə nə qədər idi? Əvvəlcə hər kisədə, indi 50-40-dırsa, əvvəl hər kisədə 60, birində də 30 idi. Doğru cavab olur C variantı 18-ci test tapşırığında. 19-cu suala baxaq. Aralarındakı məsafə 500 km olan iki şəhərdən qarşı-qarşıya birincinin sürəti 40 km/saat olan iki avtomobil yola çıxdı. Birinci avtomobil ikincidən 3 saat əvvəl yola çıxmışdı. Yəni, birinci avtomobil 3 saat çox yol gedib. İkinci yola çıxdıqdan 4 saat sonra avtomobillər arasında 100 km qalır. Deməli, əvvəlcə avtomobillər arasında qalan bu 100 km, ümumiyyətlə, şəhərlər arasındakı məsafə, yəni A ilə B arasındakı məsafə 500-dür. 500. Deməli, birinci avtomobil 40 ilə yola çıxdı. 40 km/saat. İkinci avtomobil bundan 3 saat sonra yola çıxdı. Hələ bu 3 saat gedib, bu təzə yola çıxıb. X km/saatla yola çıxıb. Deməli, 3 saat gedib, sonra bu da yola çıxıb. Bundan sonra ikinci avtomobil 4 saat yol gedib, 4 saat yol gedib. Onda axı bu da 3 saat əvvəl yola çıxmışsa, deməli bu da 7 saat yol getmiş olur da. Çünki axı 3 saat əvvəlcədən yola çıxıb. Hələ də aralarında 100 metr məsafə var. 100 kilometr. Gəlin görək nə qədər yol gediblər. 500-dən 100-ü çıxaq. Eləsin 400 kilometr. 400 kilometr birinci avtomobillə ikinci avtomobilin getdiyi yolun cəmidir. Gəlin, birinci avtomobil 4-ü 40 vur 7, yəni 280 km yol gedib. 40-ı vururuq 7, 280 km yol gedib. Onda ikinci avtomobilin yolunu tapmaq üçün 400-dən 280-ə çıxıram, eləyir 120 km. Deməli, ikinci avtomobil 120 km 4 saatı gedib. Sürəti tapmaq üçün də 4-ə böləm, deməli, saatda 30 km/saat yol gedib. Doğru cavab olur 19-da A variantı. 20-ci suala baxaq. Onda 9 hissəsi dolu qab 19 kiloqram, onda 4 hissəsi dolu qab 9 kiloqramdır. Boş qabın kütləsini tapın. Tutaq ki, onda 9 hissəsi su ilə doludur. Onda üzərinə boş qabın da kütləsi gələndə eləyir 19 kiloqram. Yox, onda 4 hissəsi su ilə dolu olanda qabın da kütləsi üstünə gələndə eləyir 9. Tərəf-tərəfə çıxsam, eləyəcək onda 5 su bərabərdir 19-dan 9 çıxanda eləyir 10. Onda S bərabərdir 20-yə. Deməli, suyun kütləsi 20-dir. Bəs boş qabın kütləsi getirib yerinə qoyuram. Onda 9-u vururam 20-yə, eləyir 18. Üstünə boş qabı gələndə eləməlidir 19. Deməli, qabın kütləsi 1-ə bərabərdir. Boş qabın kütləsi olacaq 1. Yəni, doğru cavab olacaq 20-də Y variantı. 21-ci test tapşırığı. Orxan hər gün əvvəlki gündən 8 səhifə çox oxudu. Məsələn, birinci gün x-dırsa, ikinci gün x üstə gəlinsin 8. Üçüncü gün x üstə gəlinsin 16. Dördüncü gün x üstə gəlinsin 24. Beşinci gün x üstə gəlinsin 32. Altıncı gün isə x üstə gəlinsin 40 səhifə oxuyub. Bunların cəmi kitab 180 səhifəlik kitabı 6 günə bitirib.
Hə, indi deyir sonuncu gün Orxan neçə kitab səhifə oxudu? Deməli, mən onda x, yəni 6x üstə gəlinsin. 8-in üstünə deməli 16 gələndə eləyir 24, onun da üstünə 24 gələndə 48, üstünə 32 gəlib, üstünə bir dənə də 40 gələcək. Eləyəcək 120. Deməli 120. Daha sonra burada deməli eləyəcək 120. Deməli 8 səhifə çox oldu. 16, 24, 32, 40. Deməli, bərabərdir 100 səhifə çox oxuyub 6 günə qurtarıb da düzdür. Deməli, əvvəlki gündən düzdür. Aha, bərabərdir 180-ə. Deməli, onda 6x bərabərdir 60-a, x bərabərdir 10-a. Bizə deyir ki, 6-cı gün Orxan neçə səhifə kitab oxudu? Deməli, deyir 8 səhifə çox oxuyaraq hər gün əvvəlkindən 8 səhifə çox oxuyaraq 180 səhifəlik kitabı 6 günə qurtardı. X üstə gəl 12, 16, 24, 32, 40 düzdür. Aha, toplayanda da düz topladıq. 24, 48, deməli 80, 120, 60. Aha, x. Burada onun üstünə 40 gəlirəm. Eləməlidir 50. Mən 50 sonuncu gün, yəni 6-cı gün 50 səhifəlik kitabı oxuyub bitirib. Deməli, doğru cavab 50-dir. Burada da yəqin cavablarda nəsə səhvlik olub çapda. Burada D variantı olacaq doğru cavab. Mən imtahanda onsuz da doğru versiyası sizin qarşınızda olur. Burada yəqin ki, cavablar hansısa bir variantından sürüşüb, hansısa bir test tapşırığı ilə. Problem deyil. Əsas imtahanda, yəni ki, testdə, yəni imtahanda doğru idi. Və eyni ilə də izah videosunda siz əsasən yolunu bilin. Cavablarda önəmli yoxdur. İmtahanda əsasən düzgün olacaq. Narahat olmayın. Onsuz da izah videosu da testlərdə əvvəlcədən yoxlanılır. Daha sonra 22-ci sual. 1-dən 72-yə qədər olan ədədlərin hasili neçə sıfırla bitir? Deməli, 1-dən 72-yə qədər olan ədədin hasilinin neçə sıfırla bitməyini istəyiriksə, 72 bölük 5-ə. Deməli, 72-yi 5-ə böləndə düşür 14. Qalır 2. Qalıqla işim yoxdur. Bu 14-ü təzədən bölürəm 5-ə. Düşür 2, 10, qalıq elədi 4. Mənim yenə də bu qalıqla işim yoxdur. Bu 2-ni bölə bilmirəm də, düzdür. Bölə bilmirəmsə artıq 5-ə dayanıram. Bu 14 ilə cavablar, yəni natamam qismətləri toplayıram. 16 dənə sıfırla bitir. Qayda bundan ibarətdir ki, 1-dən neçəyə qədər olan ədədin hasilini neçə sıfırla tapmaq istəyirsə, aldığım ədəd, yəni 72-ni məsələn bölürəm 5-ə. 14, qalıqla işim yoxdur. 14-ü bölürəm 5-ə. 2, artıq 5-dən kiçik bir ədəd aldımsa, onda 14 ilə də 2-yi toplayıram, eləyir 16. Doğru cavab olur A variantı 22-ci test tapşırığında. 23-ə baxaq. Deyir, bir sinifdəki şagirdlər sıralara 2-2 oturduqda 10 şagird ayaq üstə qalır. Şagirdlər sıralara 3-3 otursalar 4 sıra boş qalır. Buna görə sinifdə neçə sıra var? Hə, deməli 2-2 otursalar şagirdlər sırada, tutaq ki, sıra sayı olsun x. 2-2 otursalar 10 dənə şagird ayaq üstə qalacaq. Tutaq ki, x dənə sıraya 2-2 oturdular, 2x qədər yer oldu. Və 10 nəfər də gəlsin, sinifdəki şagird sayı 2x üstə gəl 10 olacaq. Amma şagirdlər sıraları 3-3 otursalar, 4 dənə sıra hələ boş qalacaq. Sıra sayı x-dir, ondan 4-ü çıxaram, x-dan 4-ü çıxaram və vuraram 3-ə. Onlar nə? 3-3 oturduqları sıra sayı. Deməli, onda 2x üstə gəlinsin 10, bərabərdir 3x çıxılsın 12-yə. Onda 22 bərabərdir x-a. Deməli, x 22-dir. Deməli, buna görə də sinifdə neçə sıra var deyirsə, sinifdə 22 dənə sıra var. Yox, əgər bizdən şagird sayını soruşsaydı, sinifdə deməli 22 dənə sıra var. Şagird sayını soruşsaydı, şagird sayı olacaqdı. Deməli, 22-yi getirib yerinə qoyacaqdım 54, üstünə də 10 gələcəkdi. 44, üstünə də 10 gələcəkdi, olacaqdı 54. Daha sonra 24-cü suala baxaq. Deyir, düz xətt üzərində 6 nöqtə qeyd olunub. Alınan parçaların sayı A-ya bərabərdir. Bilirəm, düz xətt üzərində 6 dənə nöqtə qeyd olunsa, n dənə nöqtə qeyd olunsa, alınan parçaların sayı n vurulsun n çıx 1 bölünsün 2 düsturu ilə hesablanır. Yəni 6 vur 5 böl 2 eləyir 15. Şüaların sayısı 2n düsturuna əsasən hesablanır. 2 vuram 6 eləyir 12. Bizə də deyir A vur B ifadəsinin
hasilini tap. Yəni 15-i vur 12-yə. 15-i 12-yə vuranda 0, 3, 15, 180 eləyir. Doğru cavab olur Y variantı 24-cü test tapşırığında. 25-ci suala baxaq. 2 ədədin cəmi 200-dür. Məsələn, A ilə B ədədinin cəmi 200-dür. A ilə B ədədinin fərqi 100-dür. Onda biz bu ədədləri tərəf-tərəfə toplasaq, 2A bərabər olur 400-ə, E 300-ə, A da çünki 200-dən 100, 300. A olur 150. A 150-dirsə B 50-dir. Bizə deyir ki, böyük olan ədəd kiçikdən neçə dəfə böyükdür? 3 dəfə böyükdür. Doğru cavab olur 25-də Y variantı. Bugünlük bu qədər. Növbəti sınaqlarda görüşənə qədər videoyu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.